Ümidin işığı, yeni başlanğıclar uzaq dağların ətəyində, küləklə rəqs edən geniş düzənliklərin arasında kiçik bir kənd var idi. Bu kənd əsrlər boyu nəsillərin ötürdüyü ənənələrlə, acı-tatlı xatirələrlə və dərin hikmətlərlə dolu idi. Hər günün səhəri, günəşin ilk şüaları evlərin damlarına düşəndə, kəndin dar küçələrində yaşayan insanlar üçün yeni ümidlər, yeni başlanğıclar və təravətli xəyallar doğurdu. Lakin son illərdə kəndin həyatında çətinliklər, quraqlıq və kədər izləri daha da artmışdı. Bütün bu çətinliklər arasında kəndin ən parlaq işığı gənc Zaur idi. Zaur uşaqlığından bəri nənəsinin ona danışdığı ümidin işığı nağıllarını qucaqlamışdı. Nənəsi deyərdi, hər kəsin içində gizli bir işıq var, oğlum o işıq sənə həyatın mənasını, hər çətinliyin arxasında gizlənən yeni ümidləri göstərər. Unutma, qaranlıq gecələrdən sonra hər zaman parlaq bir günəş doğar. Bu sözlər Zaurun ürəyində dərin izlər buraxmış və o, hər zaman öz içindəki səsi dinləyərək, həyatın hər anında ümid tapmağa çalışmışdı. Lakin kənddə artan çətinliklər və yaşanan sıxıntılar insanları ruhən yorur, ümidləri solur və qəlblərdə dərindən kədər bəxş edirdi. Bir gün kəndin geniş düzlüyündə quraqlığın və isti günəşin qurbanı olmuş torpaq üzərində Zaur qərara gəldi. Artıq mən öz iç işığımı tapmalı, kəndimizin və öz həyatımın gələcəyinə yeni ümid toxumları əkməliyəm. O, atasının ona miras qoyduğu köhnə kitabı, nənəsinin dediklərini və uşaqlıq xatirələrini yanına götürdü və öz-özünə söz verdi. Hər kədərin, hər itkin arxasında bir dərs, hər qarışıq hissənin içində isə yeni bir başlanğıc gizlidir. Zaur, kəndin dar daş küçələrindən çıxıb, meşələrin və düzlüklərin kənarına doğru yola düşdü. O, yol boyu təkcə ətrafındakı təbiətin möcüzələrini deyil, həm də insan qəlbində gizlənən sirləri axtarırdı. Hər addımında ulduzların səmada rəqs etdiyi, hər nəfəsdə təbiətin öz dilində danışdığı bu aləmdə Zaur öz içindəki səsi daha da aydın eşidirdi. Hər kədərin arxasında bir ümid var, hər itkidən sonra doğan yeni başlanğıc var, deyirdi öz-özünə. O, təkcə fiziki yolda deyil, həm də ruhi bir səyahətə çıxmışdı, çünki o, inanırdı ki, həyatın ən böyük sirri yalnız maddi varlıqlarda deyil, insanın öz içində, qəlbində gizlidir. Yolçuluğu əsnasında Zaur, qarşısına müxtəlif çətinliklər çıxdı. Bir dəfə düzlükdə uzun müddət davam edən quraqlıq torpağı ilə üz-üzə qaldı. Torpaq çatlamış, hər yerdə quru tozlar əsirmişdi. Lakin o, bu çətinliyi öz içindəki səsi eşidərək, hər quraqlığın arxasında da, hər kədərin sonunda bir ümid toxumu var, deyə düşündü. O, torpağa su vermək üçün sular axtardı, daha sonra isə torpağı əkmək və ona can vermək üçün yeni üsullar öyrəndi. Bu çətinliklər, Zaurun qəlbindəki ümidin nə qədər güclü ola biləcəyini ona göstərdi. Bir neçə gün sonra, o, kəndin uzaq kənarında yerləşən qədim bir çayın sahilinə gəldi. Çay, sanki keçmişin unudulmuş hekayələrini daşıyırdı, axan sular, hər damlasında min illik nağılları, hər şırıltısında itkilərin və kədərin arxasında doğan ümidləri bildirirdi. Zaur, çayın kənarında oturub, onun sakit sədasını dinlədi. O, çayın səsi arasında öz hissəsini eşidərək, biz yalnız dərinliklərə baxaraq, həqiqətən də ümid tapırıq, deyə düşündü. Çay, onun üçün bir ruhani mənbə, həyatın hər anında yeni başlanğıcların və ümidin sədası idi. Bu səyahət zamanı Zaur yalnız təbiətin gözəlliklərini və çətinliklərini yaşamadı, o, həm də müxtəlif insanlarla, kəndin uzaq kənarından gələn, öz həyat hekayələrini bölüşən yaşlılarla tanış oldu. Bir yaşlı adam Zaurla oturub, keçmişdə yaşadığı çətinliklərdən, itkilərdən sonra necə yenidən doğduğundan və hər kədərin arxasında doğan ümiddən bəhs etdi. Həyat, oğlum, təkcə qazandıqlarımızla ölçülmür. Həm də itirdiklərimizdən sonra necə yenidən doğduğumuzla, hər kədərin arxasında bir dərs, bir ümid saxlıdır. Bu sözlər Zaurun qəlbində dərin izlər buraxdı və o, öz hissəsini daha da güclü dinləməyə başladı. Zaurun səyahəti yalnız fiziki deyil, həm də ruhi idi. O, kəndin qapılarının, evlərinin, çayları və meşələri keçərkən hər addımda öz içindəki səsi eşidirdi. Onun üçün hər çətinlik, hər kədər, hər itki, bunlar həyatın rəngləri, hər biri bir musiqinin notası idi. O, həyatın bu rəngarəng simfoniyasını yaratmaq üçün yalnız öz hissəsini dinləməkdən ibarət olmadığını, həm də ətrafındakı insanların hekayələrini, keçmişin dərslərini və gələcəyin ümid dolu işığını bir araya gətirmək lazım olduğunu başa düşdü. Nəhayət, Zaur kəndə qayıtdıqda içində böyük bir dönüşüm hiss etdi. O, artıq yalnız bir gənc müəllim və ya sadə bir kənd sakini deyildi, o, həyatın hər anında ümid tapmaq, hər çətinliyi sevgi və inamla aşmaq öhdəliyini daşıyan, insanlara ilham verən bir liderə çevrilmişdi.
O, kəndin meydanında böyük bir toplanış təşkil etdi və orada öz səyahətindən, öyrəndiyi hikmətdən və tapdığı ümid dolu mesajlardan danışdı. Əziz xalqım, hər birimizin içində eşidilən o səs həyatın ən böyük sirridir. Biz yalnız öz iç səsimizi dinləsək, hər kədərin, hər itkin arxasında gizlənən dərsi və hər sevincin sonunda doğan ümid dolu mesajı kəşf edə bilərik. Hər çətinlik, hər quraqlıq, hər acı bizə yeni bir başlanğıc bəxş edir. Mən öz səyahətimdə gördüm ki, həyatın hər anında keçmişin hikmətindən və gələcəyin ümidindən ilham alaraq, sevgi ilə, inamla və qəlbimizin səsini dinləyərək irəliləmək mümkündür. Gələcək yalnız bizə baxanlardan deyil, həm də öz içimizdə, ürəyimizin dərinliyində doğan ümidin və sədaların işığından ibarətdir. Bu sözlər kənd sakinlərinin qəlbində dərin izlər buraxdı. Artıq onlar yalnız gündəlik sıxıntılardan deyil, həm də öz hissəsini tapmaqdan, keçmişin hikmətini mənimsəməkdən və gələcəyə ümidlə baxmaqdan ibarət yeni bir həyat tərzinə keçdilər. Kəndin hər küncündə, hər evdə, hər ailənin ürəyində yeni ümid toxumları əkildi, hər kədərin, hər itkin arxasında yeni bir başlanğıc yaratdı. Zaurun öyrətdiyi bu dəyərlər, kənd məktəblərində, ictimai toplantılarda və ailələr arasında geniş yayıldı. Gənclər Nami kimi öz hissəsini tapmaq üçün hər gün çalışır, keçmişin hikmətindən ilham alaraq gələcək üçün böyük arzular bəsləyirdilər. Kənd artıq yalnız sadə və keçmişə bağlı bir yer deyildi, o, yeni ümidlərlə, sevgi ilə, inamla dolu, hər kədərin arxasında gizlənən dərsləri və hər itkidən sonra doğan yeni başlanğıcları bir araya gətirən canlı bir mədəniyyətə çevrildi. Zaurun səyahəti və öyrətdiyi dəyərlər nəticəsində kəndin hər bir sakini öz həyatında yeni ümid dolu yollar açdı. İnsanlar artıq yalnız maddi zənginliklərlə deyil, həm də ruhun dərinliyində doğan, sarsılmaz sevgi və ümid sədaları ilə həyatlarını yenidən qurdu. Hər kəs qaranlıq gecələrin sonunda ulduzların parlaqlığı altından öz hissəsini dinləyərək həyatın əsl mənasını tapmağa və hər kədərin arxasında gizlənən ümid dolu mesajı öyrənməyə başladı. Nəhayət, Zaur öz səyahətinin və öyrəndiyi hikmətin izlərini bir kitab halına gətirməyə qərar verdi. Ümidin işığı, yeni başlanğıclar adını verdiyi bu əsərdə o, kəndin keçmişindən, öz səyahətindən və hər kədərin, hər itkin arxasında doğan ümidin mesajlarından bəhs etdi. Kitab yalnız bir müəllimin və ya bir gəncin macərası deyildi, o, hər kəsin öz içində tapdığı, eşitdiyi və inkişaf etdirdiyi o dərin səsi, həyatın, sevginin və ümidin əbədi melodiyasını ifadə edən bir yoldur. Kitab nəşr olunanda kənddə və ətraf bölgələrdə böyük maraq oyandı. İnsanlar kitabın hər bir səhifəsindən öz həyatlarından bir parça, keçmişin kədərindən sonra doğan ümid və yeni başlanğıcın sədasını tapırdılar. Məktəblərdən, ailələrdə və ictimai toplantılardan bu kitabın sətirləri hər kəsə həyatın əsl mənasını, hər çətinliyin arxasında gizlənən dərsi və hər kədərin sonunda doğan yeni ümidin işığını xatırladaraq insanlara ruhani bir ilham bəxş edirdi. Beləliklə, ümidin işığı, yeni başlanğıclar adlı bu hekayə yalnız Zaurun fərdi səyahətini və öyrəndiyi hikməti deyil, həm də bütün bir cəmiyyətin, hər kəsin içində gizlənən, bəzən susqun, bəzən coşqun olan o səsi, həyatın, sevginin və ümidin əbədi melodiyasını ifadə edir. Biz, hər kəs, qaranlıq gecələrin sonunda, ulduzların parlaqlığı altından öz qəlbimizin səsini dinlədikcə, həyatın bütün rənglərini, duyğularını və notlarını bir araya gətirərək, öz nağıllarımızı və əbədi macəramızı yazırıq. Bu bizim əbədi macəramızdır. Kəndin dar küçələrindən, köhnə ənənələrdən, keçmişin kədərindən və sevincindən, hər itkidən sonra doğan yeni ümidin mesajından ibarət olan, həyatın əsl mənasını kəşf etməyə çalışan, qəlbin səsini dinləyərək yeni başlanğıclar yaradan insanlığın hekayəsidir. Həyatın ən böyük sirri yalnız maddi zənginlikdə deyil, həm də bizim içimizdə, qəlbimizin səsində gizlidir. Biz yalnız ona qulaq asdıqca, hər kədərin, hər itkin arxasında yeni bir ümid doğar və həyatın əsl mənası, sevgi, inam və ümid bizə əbədi işıq saçar. İndi ulduzların parlaqlığı altında hər kəs öz hissəsini eşitsin və həyatın bütün çətinliklərini sevgi, inam və ümidlə aşaraq yeni başlanğıclar yaratmağa davam etsin. Çünki hər kədərin arxasında, hər itkidən sonra və hər sevincin sonunda bizə daha parlaq bir gələcək bəxş edəcək olan o səs, ümidin işığı var.